Əvvəl işləyirdim usta yanında. Fikirləşirdim ki, özümə necə eləyim bu avadanlığı, bu şeyi qurum. Məşğulluğun, belə bir köməkliyin eşidəndən sonra dostumdan. Mən də getdim dost mərkəzinə müraciət elədim. Gəldilər, yoxlanış zad keçirdilər, şəraitimə baxdılar. 3-4 aydan sonra mənə dedilər ki, təlim başladım. Gözlədik yenə bir aydan sonra Sumqayıtda getdim avadanlığı aldım, özləri də getdi, qoydu ünvanıma. Çox razıyam, təşəkkür edirəm burada əziyyətli olan hər kəsə. Hal-hazırda işim yaxşıdır, çox razıyam. Dostlara, qardaşlara, mənim kimi gənc, işləyən, zəhmətkeş insanlara demək istəyirəm ki, müraciət eləsinlər, məşğulluq agentliyi. Hər sahədə köməklik eləyirlər. Çox təşəkkür edirəm, mən çox razıyam.